Hə, köhnələr. Özü də bu dəfə lap köhnələr. Görün mən hardayam? Bəli, mən Çəmbərə kənddəyəm. Çoxlarınız üçün bu yer çox əzizdir ya. Görürsüz, əzizlikdən danışan kimi quşlar da var burada oxuyurlar. Adamın ürəyinə lap yağ kimi, bal kimi yatır. Düzdür, mən o zamanları görməmişəm. Mən də elə bilirəm valideynlərimin danışığından, nenəmin, rəhmətli anamın, rəhmətli atamın. Amma onu bilirəm ki, nə vaxtsa burada bir Çəmbərə kənd adlanan bir kənd olub. Onu da bilirəm ki, çox dəyərli insanlar burada yaşayıblar. Sonra isə onları köçürdüblər Bakının müxtəlif ucqar yerlərinə. Necə ki, indi köçürdülər şəhərin mərkəzində qalanlarını, hamısını nə bilim, Masazır, qıraq yerlərə, axır ki, şəhərin içində yoxdur. Xahiş edirəm məndən inciməyin, Masazırda yaşayanlar, ya digər kəndlərdə yaşayanlar. Yəni söhbət ondan gedir ki, siz yaşadığınız yer sizin doğma yurdunuzdur da, düzdür? Yəni məskənimizdir. Amma haçansa bir qismi Bakılılar olub, hansının ki doğma yurdu, nə bilim, belə ana evi, ata evi buralar olub. Sonra isə burada böyük bir rekonstruksiyalar olub. Baxın, bax, yəni yerində belə bir park inşa olunub. Arxa tərəfdə gördüyünüz Nazirlər Kabineti. Amma ki, hara fırlatson, əlbəttə ki, hər adam üçün onun öz doğma yeri lap çox əzizdir, düzdür? İndi bax, mən sizə göstərəcəyəm elə bir yeri də, harda ki, məhz bizim evimiz olub. Yəni, mənim rəhmətli anam o yeri mənə göstərmişdi. Hə, indi yolda gedə-gedə həmən o yerə, harda ki, bizim evimiz olub, baxıram sağa, sola. Açığı desəm, tez-tez buradan keçirəm. Bəlkə də bura belə bir yeganə bir parkdır ki, harda ki, siz bir də görərsiniz ki, belə kimsə, bir yaşlı bir kişi, yoxsa yaşlı bir xanım, yəni belə lap köhnələrdən də otururlar belə, yəni oturacaqlar da, nədənsə belə sakitcəsinə belə fikirləşirlər. Yəni sözüm budur ki, köhnə Bakı əhlinin nümayəndələri, kimlər əgər qalıbsa da, bunlar gəlirlər bax bu parka. Hələ mən də necə deyərlər, o siyahıya daxil olmaqla otururlar, öz fikirləri ilə təkbətək qalırlar, fikirləşirlər, düşünürlər, həyatını qoyurlar qabaqlarına, gözlərinin qabağında öz həyatları gedir. Qoy götür eləyirlər. Necə bizdə belə bir söz var, qoy götür eləyirlər. Bəziləri var, gəlirlər burada çorta gedirlər. Elə bir söz də var. Neysə, indi bax, gedirəm həmən o bizim köhnə evimizin yerinə. O arxa tərəfdəki evi görürsünüz. Bu da köhnə evlərdəndir ya. O vaxtda belə evlərdə, yəni ev verərdilər ancaq CK-da işləyənlərə, nə bilim, nazirlikdə işləyənlərə və baxın, yəni Bakının çox belə intelligensiyası buralar söküləndən sonra bax belə yerlərdə yaşayıblar. Nəhayət çatdım həmən yerə. Bax buralar, mən səhv eləmirəmsə, əvvəl Çkalov küçəsi adlanıb. Düzdür, bura indi səs-küyuludur. Metronun nəsə orada əlavəsini inşa eləyirlər. İstədim biraz sakit çəkim alınmadı. Da indi olanı budur da. Bax bura həmən yerdir. Bax düz bu yerdə mənim anamın dediyinə görə, ola bilər indi mən biraz səhv eləyirəm. Bəlkə biraz o tərəfdə idi, biraz bu yanda idi. Bizim bax burada evimiz var idi. Çox ümidvaram ki, həmən indi bu videoya çox sayılı Azərbaycanlılar baxacaq. Dünyanın digər ölkələrindən, hansılar ki, bu da qəribçilikdə yaşayırlar. Amma bunu da bilirəm ki, qəribçilikdə yaşasalar da heç kəs, necə deyərlər, heç vaxtı unutmayıb ki, o hardandır. İstədim elə var sizinlə paylaşım, bax bu gözəlliyi, biraz siz xatirələrimizi çıxartasınız üzə, yəni ki, üzünüz gülsün. Bu qədər qəlbdən qəlbə Çəmbərə kənddən.